Ey mənim gözəl xalqım, hamınıza örüş yeri paylayacağam. Azərbaycan xalqının 2, 3, 5 ən böyük səbəblərindən, problem yaradan səbəblərindən biri də örüş yeridir. Bəli, biri sərhədlərin bağlı olması, biri uşaq pulunun olmaması, neft, qaz, elektrik özümüzdən ola dünyanın ən baha enerjisini istifadə eləməyimiz. Yəni bu çox bəlalı yerlərdir. Azad ticarətin olmaması, bu ən bəlalı xalqın yerləri budur. Bunlar hamısı həll olacaq, həllini tapacaq. Ən əsas məsələ də örüş yerləridir. Məsələn, Qax rayonuna baxıram indi qabağıma çıxılan. Bax, qonşulardır bunlar. Bunlar bizim üzərimizə gəliblər. Baxın, bizə təzyiq şöpçülədirlər. 26 ildir atan kəndi çalıb çapır. Bax, sən atan, bəli, subutlar da tutana bax, örüş yerində. Hər nəysə, rayon yerində cəmaata örüş vermirlər. Kemaləddin Heydarovun ən balaca xəstə bacısının oğlunun da adına rayonlarda 100 hektarlarla torpaq var. Ay qardaş, sizə söz verirəm. Almaniyada, Avropada, Avropanın qoyun bir qırağa, Ukrayna, Podsovet məkanında kim nə qədər heyvan saxlayacaqsa, ona uyğun örüş yeri verirlər. Ay ölənlərə rəhmət. Bax, hamınıza elə örüş yeri verəcəm. Hakimiyyətə gələn kimi, kəndçi öz təsərrüfatınla fəxr eləyir, qürur duyur, onunla yaşayır, onunla ayaqda qalır. Bizim millət kəndə torpağa bağlı millətdir. Bax, sizə deyirəm, namussuzam, şərəfsizəm. İstəyirsən 1000 qoyun saxla, istəyirsən 1000 camış saxla, nə saxlayırsan saxla. Sənə faizsiz kredit verməsəm, sənə örüş yeri, hətta onu saxlamağa, dama, daşa, nəyəsə, hətta o heyvanın içində yandırdığın qaz, işıq, nə bilim nə, onlar hamısı belə çox dəhşətli dərəcədə qəpik quruş olacaq. Deyəcəksən ki, başxaraf qabil. Sən, məsələn, bizim kənddə örüş yeri yoxdur, hardan verəsən, hə? Belə deyə bilərsə də, bizim kəndin, 3 dənə daldala kəndin örüş yeri yoxdur. Hətta heyvan saxlayan neçə kilometrə heyvanı aparır, ya yolun qırağında əlində kəndir otarır. Qabil 18 yaşına kimi elə heyvan otarır, 17 yaşına kimi. Həmən kəndlərdə örüş yeri yoxdursa, adam gəlir, sadə planını ortaya qoyur, altından qol çəkir ki, mən bu qədər imkanım var, bu qədər heyvan saxlaya bilərəm, və yaxud bu qədər heyvanım var, və yaxud bu qədər heyvanımı artırmaq istəyirəm, mənim örüş yerim yoxdur. Ay ölənlərə rəhmət. Həmən adam, həmən rayonun, həmən bölgənin hansı yerinə barmağını qoysa, əlbəttə ki, boş sahələr, susuz sahələr Türkiyənin və Azərbaycanın bütün artizan quyuları, hətta İsraildən gətirəcək, İsraildə dəhşət texnologiya var. İsraildən quyu qazmaq makinaları hamısı gələcək. Susuz yer olmayacaq. Kəndçi hara barmağını qoysa, ora boş yerdir. Torpaqlar təzdən bölüşdürüləcək, birincisi. O pay torpaqları deyilən var, hamısı devlətin, bələdiyyələrin balansına keçəcək. Və torpağı kəndçiyə verəcəyik, torpağı əkənə verəcəyik. Bəli, sənin evinin qabağında 10 sot, 20 sot, 30 sot, 60 sot nə torpaq varsa, kadastr planında olan, o sənin dədə baba yurdun da halal olsun. Və yaxud sənin oğluna yenidən 8 sot, 16 sot nə torpaq veriləcəksə, veriləcək, ödə çox veriləcək. O sənin mülkündür. Amma böyük hektarlardan gedir söhbət ki, sahibkarlardan gedir söhbət, bugün icra başçıları o torpağı işlədir. Rəislər, prokurorlar işlədir və ya nə edir? Ya ki, birisi nədir? Yuxarıdan komanda gəlir. Yalan deyən köpək oğludur. Hər rayona uyğun yuxarıdan komanda gəlir. Məsələn, Toz rayonu. 100 hektar kartof əkməlisən. 50 hektar soğan əkməlisən. Nə bu qədər sarımsaq, nə belə komanda gəlir, icra başçıları da bu komandanı yerinə yetirir. Sonra Rusiyanın öhdəliyini verir, Rusiya gedəsi malı verir, qalanı doldururlar xaladenikə. Və 2-3 aydan sonra oktyabrın sonundan başlayırlar, bütün marketlərdə 30 qəpiyə, 20 qəpiyə alıb xaladenikə doldurduğu kartofu başlayır 1 mad 20 qəpiyə, 1 mad 50 qəpiyə satır. Vəssalam. Kim heyvan saxlayırsa, ona torpaq veriləcək. Həmən adam, baxın, adam kətdə yaşayır. Onun otarma sahəsi yoxdur. Necə otarsın bu? Kəndin heç sahəsi yoxdur. Kəndin sahəsi yoxdursa, həmən rayonun, həmən istiqamətinin boş sahələri var. Artizanlar vurulacaq. Həmən adamın heyvanına uyğun, kapasitəsinə uyğun ona torpaq veriləcək. Və yaxud qoyun saxlayırsa, hansısa dağlarda, dağ yamaçlarında ona otarma izni veriləcək. Və əlavə, o heyvanlar qayıtmalıdır. Qoyun nə qədər? Qoyun gəzməlidir. Ən çox təsərrüfat qoyun təsərrüfat olmalıdır. Qoyun gəlbə, bu qoyunun yatan yer olmalıdır. Bu qoyunun qorunan yer olmalıdır. Bu qoyunun o arxaca salanda ya bu heyvanları bir o keçici damlar deyirlər. Dam var, o daimi damdır. Dam var, örüş, yaylaq, qışlaq məsələsi var. Orada həmən o çobana, həmən o sahibkara, çoban deməyək də sahibkar deyək. Sahibkara mı, sahibkarın çobanına mı? Həmən orada hansısa razmerdə ev tikməyə də icazə veriləcək. Həmən orada ona elə lazım olsa bir göy göyərtə əkmək, bir neçə sot həyatyanı sahəyə də icazə veriləcək. Yəni, örüş sahəsinin hansı ərazilərdə heyvanı otara bilər? Və yaxud heyvan saxlayırsa, konkret hansı ərazi bunun təsərrüfatına verildi? Bir var, sən qoyun saxlayırsan, sən dağların yarısını otarmalısan, Ağdağın. Ya hamısı o qoyunun gəzməlidir. Bu başqa məsələ.
Ona nə lazımdır? Arxaç lazımdır, bir də çobana yer lazım. Bir də var ki, sən heyvan saxlayırsan, kökətmə heyvanlar saxlayırsan, kökətmə. Yəni bunlar bir 20-30 sot bəs eləyir ki, bu danalar qırağa çıxmasın, orada gəzinsinlər. Yəni bu hamısı planda olacaq. Yəni adam heyvanını yığır, məsələn, 15-20 kilometr aralıda devlət buna yer veribdi, buna ev tikməyə icazə veribdi, devlət buna pul veribdi, faizsiz kredit veribdi, devlət bunun orada artizanını vurubdu, kanaliza. Devlət hər şəraiti yaradıbdı, hətta canavarlardan qorunma şəraiti, orada kamera sisteminin olması, heyvandarlıq çox olan bölgələrdə 24 saat dronla izlənilməsi, vəhşi heyvanlar hücum eləməsin, siqnalizasiya sistemi və salam. Bunlar hamısı qabil tərəfindən təmin ediləcək. Bir nəfər desə ki, mənim inəyim var, otarmağa yer tapmıram. Mənim qoyunlarım var, mənim keçilərim var, otarmağa yer tapmıram. Onda mənə köpəyoğlu deyərsiniz ki, ölənlərimin qəbrinə işləyərsiniz. Seyid babalarımın. Seyid babalarımın qəbrinə işləməsəniz, oğraşsınız. Azərbaycan hərbiçiləri də neyniyir? Zibirdən bizon qabı yığıb satır. Azərbaycan maxesi. Dünənləri yenə yüksək rütbəli hərbiçilərlə danışdım. Yazıqlar borcun içindədir. Sənədləri, sünətləri faizdədir. Xanımlarının qızılları, anaları, subaydılarsa analarının qızılları, gəlinlərinin qızılları faizdədir. Azərbaycan zabiti taksi şoförlərinə və faiz verənlərə necə borçlu qalıbdır? Necə onların yanında boynu pükükdür? Magazinlərə borcunu verə bilmir evinə apardığı ərzaqın. Azərbaycan ordusu dağılır. Azərbaycan ordusu Mamay ordusundan betər haldadır. Baxın, dəyərli həmvətənlər, artıq maxelərimiz bizon qabı yığır. Baxın. İki hərbiçi ailəsindən, üç hərbiçi ailəsindən biri boşanıbdır, dağılıbdır. Azərbaycan mayoruna qədər, aklad nə qədərdir bilirsinizmi? Mayora qədər. Mayorun 750 manatdır, komandir batalyonun. Ona qədər nə qədərdir bilirsinizmi? Baş leytenant, kapitan, maktan. 500-550 manat. 450 manatdan başlayır leytenant. Azərbaycanda isə petuxlar 500 manatdan yuxarı alır. Cinsi azlıq da oturub ancaq belə meymunluq eləyəcək, xalqın əxlaqını pozacaq. Onlar 500 manatdan çox pul alır, 550 manat alır. Bu qədər də milyonlarla adam deyir ki, petuxlar pul alır. Bu gizlin saxlayırdılar. Çıxıb açıqlamırlar ki, hansı dərəcədə petux nə qədər pul alır. Aktiv petux var, pasif petux var, o birisi var, bu birisi var. Çünki İlham Əliyev petuxdur. Ona görə, bax, mən İlham Əliyev petuxdur deyirəm. İlham da deyir, hamı deyir də. Deyir ki, mən də xalqın kişilərini petux eləyəcəm. Mehriban deyir, mənə də əxlaqsız deyirdiniz. Xalqın qadınlarını əxlaqsız eləyəcəm.